Sənayeləşmə strategiyasının uğurlu icrası nəticəsində yaradılan sənaye parkları və sənaye məhəllələri yerli və xarici sərmayələrin cəlb edilməsində, rəqabət qabiliyyətli məhsul istehsalında və ixrac potensialının genişləndirilməsində mühüm rol oynayır. Xüsusilə Ağdam Sənaye Parkı işğaldan azad edilmiş bölgələrin iqtisadi bərpasında və sənaye infrastrukturunun yenidən qurulmasında strateji əhəmiyyətə malikdir. Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Azərbaycanda ikinci sənaye parkıdır. Hər sənaye parkı özünə məxsus ixtisaslaşmış sahədə fəaliyyət göstərərək innovativ texnologiyaların tətbiqinə imkan yaradır. Sahibkarlığın inkişafına, yerli və xarici investisiyaların cəlbinə, ölkənin sənaye potensialının güclənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir. Bu isə nəticədə yerli istehsalın çeşidini və keyfiyyətini artırır. Sənaye parklarında sahibkarlar bütün zəruri infrastrukturla təmin olunurlar. Onlara 10 il müddətinə vergi və gömrük güzəştləri tətbiq edilir. Eyni zamanda məsləhət, təlim və dəstək xidmətləri göstərilir ki, biznes daha sürətli inkişaf etsin. Müasir texnologiyalarla istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir. Sənaye zonaları təkcə istehsal mərkəzləri deyil, həm də inkişafın mühərrikidir. Regionlarda həyat canlanır, yeni müəssisələr yaranır. Bu proses qeyri-neft sektorunu gücləndirərək Azərbaycanın sənaye xəritəsini yenidən formalaşdırır. Sənaye zonaları ölkəmizin iqtisadi gücünü artırır. Azərbaycanın beynəlxalq bazarlardakı mövqeyini daha da möhkəmləndirir. Sənaye zonaları regionlardan dünyaya açılan qapı.